Depressiya, sıxılıram, həyatımdan narazıyam, həyatımdan həzz ala bilmirəm. Bunun bir çox səbəbləri var dostlar. Əsas səbəblərindən biri budur. İnsan səhərdən axşama qədər başqalarının həyatını incələyir. Sosial şəbəkələrdə daim başqalarının həyatını, səyahətlərini izləyir. Onlara həsəd aparır. Kaş mən də onların yerində olardım deyir. Çox səhv yanaşmadır. İnsan daim başqalarının xoş günlərini, səyahətlərini, bahalı restoranlardakı istirahətlərini izləyəndə özünü bədbəxt hiss edir. Necə edək? Əzizim, öz həyatını yaşa. Öz həyatından həzz al. Sən axı nə bilirsən, sosial şəbəkədə gördüyün o xoşbəxt insanlar həqiqətənmi həyatlarında xoşbəxtdirlər? Lap tutaq ki, xoşbəxtdirlər. Əla, çox şükür. Axı başqalarının xoşbəxt həyatından sənə nə? Sən öz həyatını qur. Öz xoşbəxtliyini qur. Bu sənin öz əlindədir. Çalış, dayanmadan çalış. Həyatını qur və həyatından həzz al.